Salam uşaqlar, hər vaxtınız xeyir. Məhəmməd Qarakişiyev və Raqif Mərdanovun İqzəm Tərgil kitabından 157-ci kvizin izahından başlayıram növbəti izahıma. Uşaqlar, əvvəlcədən deyim, nə sualınız olarsa rəy bölməsində gözləyəcəm. Fikirlərinizi, suallarınızı gözləyəcəm. Dərslərimizə onlayn və fərdi və qrup şəklində qoşula bilərsiniz. Maraqlananlar rəy bölməsində yazıb cavab ala bilərlər. Deməli, vaxt itirmədən sualımıza başlayıram. Deməli, birinci sualımızda nə deyir? Choose the correct tense form. Yəni, düzgün zaman formasını seçin deyir. Düzgün zaman formasını seçin deyəndə biz nə edəcəyik? Ümumiyyətlə, zaman testlərini eləyərkən biz demişdik ki, bizə kömək olan zaman zərfləridir. Baxıram, zaman zərfləri bəli var. Burada mənə ipucu verən nə var? Often var. Often hansı zaman zərfidir? Present simple. Present simple-dırsa, deməli, was, is, ate, bunları çıxıram. It yoxsa it's. A və C bənd arasında qalıram. Biz bilirik ki, Tom 3-cü şəxsin təkidir. Yəni, he. 3-cü şəxsin təkindən də present simple-da xəbər S sonluğu qəbul eləməlidir deyə A bəndində çıxacam. Doğru cavabım olacaq C bəndi. Növbəti sualımıza baxırıq. Correct definition deyir. Yəni, sözlərin tərcüməsinə baxacaq. Elegant, yəni cəlbedici deməkdir. Elegant dilimizdə də var o söz. Exhausted, yəni çox tükənmiş, çox yorulmuş, haldan düşmüş mənasındadır. Enormous isə çox böyük mənasındadır. Baxırıq, very big hansına uyğun olacaq? Yəni, very big 3 olacaq. 3A. Sonra, very tired, exhausted, yəni 2. Attractive in appearance, görünüşdə cəlbedici, yəni elegant. Deməli, 1C, 2B, 1C, 2B, doğru cavab D bəndi olacaq. Növbəti sualımıza baxaq. Deməli, positive case seçib bilirik, yəli hal deməkdir. Yəli halı düzgün seçmək üçün deməli, positive case-i tapırıq, yəni yəli hal tapırıq. It apostrof S varsa biz bilirdik ki, bu yəli hal deyil. Ona görə A bəndini çıxıram. My students going. Burada baxırıq, apostrof S-dən sonra isim olmayan nitq hissəsi gəlirdisə, deyirdik ki, o yəli hal deyil. Əslində bu, my student is going to be a pilot. Deyir, pilot olacaq, pilot olmaq niyyətindədir, bu mənadadır. These men, baxıram ki, these cəmdədir, ondan sonra cəm isim gəlməlidir, amma men kökündən dəyişən isimdir, onun bu cür cəmlənmirdi, ona görə C bəndində çıxacaq. 6 days holiday, baxırıq uşaqlar, 6-ə görə days cəmdə olmalıdır, burası doğrudur. Holiday, biz demişik ki, uzlaşma agreement bölməsinə uyğun olaraq mövzuda biz öyrənmişik ki, apostrofdan, apostrof S-dən sonra baxacaq. Əgər holiday təkdədirsə, deməli was-da uyğundur. Deməli, bu doğrudur. Doğru cavabım D bəndidir. E bəndi niyə səhvdir? Ship demişdik ki, təki cəmi eyni olan isimdir. Təki cəmi eyni olan isimində belə S-lə cəmlənmirdi. Yəni, ship apostrof S olmalıdır. Ona görə E də səhvdir. Doğru cavabım olacaq D bəndi. 4-cü sualla davam edirik. Deməli, 4-cü sualda deyir ki, düzgün make-up sentence, yəni cümlə qurmaq lazım tələb olunur bizdən. Cümlə qurmaq, aha. Baxırıq, uşaqlar, cümləmizin demişdik ki, mübtəda xəbər tamamlıq quruluşu olmalıdır. Bəzən də zaman zərfləri var. Onların yeri ya əvvəldə, ya da sonda ola bilər. Burada baxıram ki, zaman zərfi sometimes var. Adətən cümlənin əvvəlində işlənə bilər. Sometimes, deməli, cümləmi sometimes-dan başlaya bilərəm. Deməli, cümləm 3 başlayacaq. Sometimes xəbərimə baxıram. We have xəbərim var. Düzdür? Deməli, we have bizim olur. Nəyimiz? Disagreements. Deməli, sometimes we have disagreements with people. Hansı oldu? 3, sometimes 3, we 2, have 3, 2, 6, 3, 2, 6. Elə doğru cavab C bəndindədir. Deməli, 3, 2, 6. Nəyimiz olur? Disagreementımız olur. Kimlə? With people. Bəli, doğru cavabım C oldu. Sonra, düzgün preposition seç deyir. Preposition söz önüdür. Yəni, baxıram ki, don't sit, oturma. Otun üstündə oturma olar da. Grass nədir? Otdur. Təhlükə. Bu, qadağandır. Forbidden qadağan deməkdir. Ona görə doğru cavabım A olacaq. Yəni, otun üzərində oturma. O, qadağandır. 6-cı sualımıza baxıram. 6-cı sualımızda deyir ki, düzgün zamanı seçək. Baxırıq, düzgün zaman. Where were you yesterday? Dünən sən hardaydın? Baxın, burada. At this time yesterday. At this time yesterday biz nədir? Dünən bu vaxt. Əgər yesterday olsaydı, biz past simple seçirdik. Amma dünənin hansısa bir dəqiq zamanını göstəririksə, necə ki, ümumi danışanda indiki zamanda present simple deyirik. Sonra dəqiq zaman deyəndə, bu dəqiqə deyəndə, indinin bu dəqiqəsi deyəndə,
dəqiq zaman göstərəndə indiki davam edici işlədiriksə, present continuous. Eləcə də keçmiş zamanda elədir. Keçmiş zaman yesterday olsa, hə, ümumi keçmiş zamanda baş verib. Amma keçmişin hansı dəqiq vaxtını deyir. Məsələn, əziz dünən bu vaxt, at this time yesterday deyirsə, və yaxud at 2 o'clock yesterday deyirsə, at that time yesterday deyirsə, bu tipdə, yəni dünənin hansı dəqiq zamanını göstərsə, biz orada past continuous işlədəcəyik. Yəni keçmişin davam edicisini işlədəcəyik. Keçmiş davam edici zamanda quruluşu bilirik to be plus participle, daha doğrusu to be hədə participle one, yəni ing ilə düzəlir. Onda da baxıram to be-nin keçmişi nədir? Was. Ona görə bütün variantlar çıxacaq. Bir dənə qalır A bəndi. Yesterday I was watching TV at this time yesterday. Dünən bu vaxt mən televizora baxırdım. Doğru cavabım olacaq A bəndi. 7-ci sualla davam edirik uşaqlar. 7-ci sualda I have a new student. Mənim yeni bir şagirdim var. Aha, yeni bir şagirdim var. Sonra da baxıram, burada cins kateqoriyasına görə Emma qadın adıdır da, düzdür. Qadın adıdırsa biz ora nə qoyacağıq? Her qoyacağıq da. Ona görə də olacaq burada her hardadır? Aha, E bəndi. Çünki my olmaz, their olmaz, our olmaz, his ya da her. Baxıram, burada qadın adı verib deyə, ona görə ancaq E bəndini seçə bilərəm. Kişi adı olsaydı his deyərdik. Sonra adjective deyir, yəni sifəti seçəcəyik, düzgün sifəti. Burada sifəti seçəndə biz demişdik, sifət testlərində bizim müəyyən göstəricilərimiz olur. Burada da göstəricimiz zəndir, zən müqayisə dərəcəsidir. E gedir, most üstünlükdür gedir, adi dərəcədir gedir, bu da adi dərəcədir gedir. Doğru cavabım A bəndi qalacaq. Health is more important than money. Sağlamlıq puldan daha önəmlidir, daha vacibdir. Sonra 9-cu sualda düzgün zaman formasını seçin deyir. Deməli, düzgün zamanı seçin deyir, amma burada zaman deyiləsində article testidir. Ola bilsin, testdə səhvlik var. Article testidir. Baxaq uşaqlar buradan. Baxın, burada nə idi? We had lunch. Biz bilirik ki, have lunch, have supper, have dinner. Bunlarla article işlənməz. İşlənər də o vaxt ki, bu lunch, dinner, breakfastın qabağında hansı bir təyin edici olsun. Heç bir təyin edici yoxdur deyə burada boşluq olacaq. Yəni burada heç nə olmur, boşluq olacaq. Boşluq olacaq deyə birincidə A var, burada da A var. Bunları çıxdım, C, D, E arasında fikirləşirik. Sonra luxury restaurant, qəşəng bir restoranda, lüks bir restoranda deyir. Restorandakı sayılan tək isimdir deyə bunu heç nəsiz qoya bilmərəm. Yəni burada ikinci tərəf boşluq ola bilməz. Ona görə E bəndində çıxıram. C, D arasında qalıram. Sonra burada baxıram friend of ours. Friend sayılan tək isimdir. Ona görə with a friend of ours olacaq. Bu bilirsiniz hansıdır? Məsələn, my friend, a friend of mine deyirdi ya. Bu da həmin o şeydir. Məsələn, our friend bərabərdir a friend of ours. Fərqi yoxdur. Yəni, a friend of ours olmalıydı. Ona görə hansı qaldı? Burada Z olmaz. C-ni də çıxdım. Doğru cavabım D oldu. We had lunch at a luxury restaurant with a friend of ours last Saturday. Keçən şənbə biz dostumuzla yəni. Keçən şənbə biz dostumuzla qəşəng bir restoranda qəlyanaltı etdik. 10-cu sualımıza baxırıq. 10-cu sualımızda burada tərcüməyə əsaslanır. Baxıram ki, deyir I can, bu cür testlərdə cümləni tərcümə eləməliyik. Görək bu nə demək istəyir bizə. I can listen to Arthur for hours. Saatlarla Arthur'a qulaq asa bilərəm. He is one of the most people I have ever known. Deməli, saatlarca Arthur'a qulaq asa bilirəmsə, o mənim indiyə qədər tanıdığım ən necə adamlardan biridir. Baxırıq. Deməli, uşaqlar, xarakter bildirəndə biz deyirdik ki, ing xarakterini bildirir. İnglə bitən sifətlər insanın xarakterini bildirir. Edilən bitən sifətlər insanın müvəqqəti halını bildirir. Məsələn, yorğunamsa tired deyəcəm. Amma yorucu insanamsa, kimsə mənlə məsələn söhbət edir, məndən yorulursa, demək mən xaraktercə yorucu insanam. Onda mən deyəcəm ki, a tiring person. Yorucu insan. Bu mənim xarakterimi bildirir. Amma desəm ki, I am tired, bu deməkdir ki, mən müvəqqəti halda yorğunam. Yəni, həmişə yorğun ola bilmərəm ki, müvəqqəti halda yorğunam. Bu oldu, yəni edlə o düzələnlərin, yəni mahiyyəti bundan ibarətdir. Baxıram, variantlarda ingdir hamısı, amma E bəndində eddir. Elə birinci onu çıxacam, heç tərcüməsinə baxmadan. Sonra baxıram, tərcümələrə baxıram. Məsələn, depressing, əgər depressiya verən bir insandırsa, onda mən onunla niyə saatlarla danışa bilim ki, xeyr. Sonra annoying qıcıqlandırıcıdır deyil. Disgusting
yəni nifrət hissi olan, nifrət hissi yaradan və bu cürdə ikrah hissi olan bu cürdür. Mən onunla niyə saatlarla danışım ki? Maraqlı insandır ki, mən onunla saatlarla danışmaqdan yorulmuram və o mənim tanıdığım ən maraqlı insanlardan biridir. Doğru cavabım D olacaq. 11-ci testə baxırıq. 11-ci testdə düzgün variantı seçin deyir. Two pieces of information. Bəli, bu doğrudur. 2-yə görə cəmlənib. Some informations ola bilməz. Information sayılmayandır deyə cəmlənə bilməz. Much information bəli olar. An information olmaz. Doğru cavabım hansı oldu? 1-3. Doğru cavab A-bəndir. Deməli, choose the correct synonym of the word to start. To start sözünün düzgün sinonimini tapacağım. To start nədir? Başlamaq. Başlamaqdırsa, to work işləmək sinonimi deyil. To wake up oyanmaq deyil. To finish bitirmək. Biz başlamaq deməliyik, deyil, əksidir bu. Change dəyişmək. To begin başlamaq. Doğru cavabım C bəndi. 13-cü sualımıza baxırıq. Düzgün modal feili seçirik. Düzgün modal feil burada deyir ki, this is a boring movie. Sıxıcı bir filmdir bu. Bu sıxıcı filmdir. İndi sıxıcı filmdirsə, niyə ona baxasan ki, məsləhət görəsən, niyə baxa bilərsən, sonra must baxmalısan, yox. Couldn't da baxa bilməzsən, yox, you shouldn't watch it. Yəni, məsləhət görür ki, yəni sən buna gərək ki, heç baxmayasan. Bu mənada doğru cavabım C bəndi. Növbəti sınağımızın da izahına gəlib çatdıq uşaqlar. İnşallah növbəti sınaqların izahında görüşərik. Hələlik sağ olun.